Bu hacının altından çıxıb, bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nikahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr içərəm ifadəm yox. Niyə çıxardınız seferə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısını bəyənləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardığınız sonra bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villalarıyla, meydan oxuyurlar maşınların bahalısıyla, meydan oxuyurlar maşınların nömrəsinin bahalısıyla. Bilirik də, bu şərəfsizlər görməmişlərin əlinə ki, pul düşdü, büdcəni dağıtdılar, milyonları var. Bu qancıqlar üçün xərcləyirlər də, onlar üçün meydan yaradırlar.